Salam əzizlərim, yeni bir gündən hər birinizi salamlayıram. Necəsiz? İnşallah ki, yaxşı olasınız. Nənə, bu qırmızı jaketini giyinirsən, qara qırmızı. Bilmirəm, mən sevinç. Gündür, nə şəkil. Maşınla gedirik, məncə lazım deyil. Rasimənin bu şalını da götürək. Gör, neçə vaxtı bizdə qalıb, ay nənə. Götürək. Götürək. Bu Rasimənin şalı bizə gəldi, Nurayın yaşına da gəldi. Getdi. Hələ bizdə qalıb. Rəvanın ilinə gələndə boynunda gəlmişdi. Hələ o vaxtdan qalıb. Xanımlar, saçımı da yığdım. Ayaqqabılarım da burada. Sadə ayaqqabılarım da yerdən. Baldızkan da şalımı götürdüm. Onların paylarının içine koyarıq elə. Bir de paltarlarım heç vaxt bitmir. Həmişə paltar var. Geldim size. Hem güneşten özümü çekim, ben de arada bir görəsiz, darıxmayasınız. Belə güllərim çekim size hanımlar. Hem de bir kol gülüm var, o kadar mənə xoş təsir bağışlayır ki, o qədər məni sevindirir ki. İndi kameranı çevirim sizə göstərim. Baxın da xanımlar, hər videoda bunu çox görəcəksiniz. Hər videoda deyəndə də ki, bir videom 2-3 gündən ibarətdirsə, deməli videoda bəlkə də 2-3 dəfə gəlib çəkəcəm. Baxın nə qəşəngdir, belə dərinliyindən də çıxan güllər var. Bilmirəm sizinlə salamlaşdım mı xanımlar? Yəqin ki yeni vlog olar buradan. Hər birinizi xoş gördüm evimizdən, həyatımızda. Belə bağlı, bağçalı, güllü, çiçəkli bağımdan. Bir o qədər də çox elə gözəlliklər yoxdur. Həm belə məsafə bardurumuz görürsünüz, çox enli deyil ki, nələrsə əkəsən, nəsə edəsən. Belə balaca bir gül üçün bir yerdir. Belə ramaşqam var. İnşallah bunun başqa rənglərini də alarıq. Burada meyvə tərəvəz olan yerdə dünən yenə baxdım. Ağı var idi, bir də başqa güllər idi. Ramaşqa yox idi. Bu ramaşqanın ümumi ağı idi. Ağı da var, bizdə istəmirəm. Qarşıma çıxsa başqa rəngi. Özü 1 manat 50 qəpiyə idi. Olsun, elə baha deyil. Mən bunu keçən 1 manat almışdım. Amma görün nə boyda kol oldu da, nə qədər gözəllik oldu. Belə xanımlar. Nənəm gələ gözləyirəm. Onlar hazırdılar. Baldızım da hazırdı. Qaynımı gözləyir. Gəlib bizi götürəcək. Həyat. Həyat verən də Allahdır. Həyatı alan da Allahdır. Yaşadıklarımıza min şükür. Ne edə bilərik? Yüzümə də güneş düşür. Saçım da düzdür, deyirsiniz ki bu nə uzunluqda, amma mənə görə belə bir ki uzanıqda iyi tökülür. Tökülür. Belə bu şəkil hazır. Ramaşkalar. Olsun, ben de böyle şekil çekeyim. İctimai Birliği'nin teşkilatçılığı, Taşramoğlu ve Gencamoğlu tərəfdaşlığı ilə Gəncə şəhərində Mavi Ürəklər İnklüziv Musiqi Qrupunun konserti baş tutdu. Sevgi varsa fərq yoxdur. Autism tanı, sevgini paylaş mesajlarının vurgulandığı konsertdə çıxış edən Mavi Ürəklər Qrupu öz istedadları ilə mane olmadığını bir daha sübut ediblər.
Qeyd edək ki, aprel ayı bütün dünyada autizm Biraz ayı çəkdik. olaraq qeyd olunur və Gəncədə baş tutan konsertin də əsas məqsədi Salam əzizlərim, sizləri yeni bir gündən salamlayıram. Necəsiz, yaxşı olasınız həmişə. Paltar yuvanımın səsi də həmişə kimi işləyir yenə. Dedim, eyb yox da indi videomu açım. Hələ ki mətbəxdə özüməm təkəm, sizlərlə biraz həm söhbət olum, həm işlərimi görüm, həm sizlərlə dərdləşim, söhbətləşim. Bu da yaxalanma suyunu götürür, yaxalayır. Orada baldızımla qaynanamın paltarları var. Dedim, birdən nə vaxtsa bugünə, sabaha baldızım getmək istəyirdim. Qoyuyum, yuyulsun, qurulsun, paltarı təmiz götürülsün də xanımlar. Belə mətbəximə bir quruq nəzər keçirək, belə yuxada gətirdim, onu da isladaram. Hal-hazırda saat 12 keçdi, 20 dəqiqə. İndi qaynanam da, baldızım da yatırlar. Niyə yatırlar? Onu da hamısını yavaş-yavaş indi deyəcəm sizə xanımlar. Bu maşın suyunu götürsün imkan vermir. Belə hər yeri bacardığım qədər səliqəyə saldım. Bir dənə bunu da isladaram. Baxın, konfet qabını görürsünüz. Həmişə bunu sevirdik. Qəşəngini də qəşəng sevirik. Və sonra buna keçdik. Bunu da aldıq. Bu daha ucuzdur nəinki bu. Amma bu çox dadlı konfet. Baxın, gəlir Cəsur. Nuray evdə yoxdur. Nuray gedib dərsə. Oradan da kursa gedəcək. Nuray axşam gələcək evə. Bax, gedir, gəlir, Cəsur eşir. Bu harda var? Bundan götürür, gedir. Qənd qabını bax, bu günə qoyur. Hə, belə əzizlərim. Deməli, bugün səhər tezdən baldızımla qaynanamı bizim bu kardioloq həkimimizə apardıq. Vaxtları idi müayinənin. Onlar getdilər. Onlar gəlinə kimi dedim, mən yox, yenə də yatım. Özümə də keçəcəm, özümə də danışacağım. Amma tənbəllik etdim. Elə burada mətbəxdə uzanıb yuxuya getmişəm ki, qoy biraz yatım. Onlar gəlinə qədər durum, yeməyə hazırlayım. Bir də ayıldım ki, səsləri gəlir. Ruja gəliblər. Hə, tez durdum. Yenə hazırladım səhər yeməyini. Yedilər. Raufla qaynımın oğlu getdilər. Hə, qaynam da baldızım oturdular. Yeməkdən sonraki dərmanlarını hamısını qəbul etdilər. Dedim, siz istirahət edin. Onların paltarlarını qoşdum. Mən də qapqacağa yudum, hamısını belə yığışdırdım. Axşama da yemək olaraq düzdür. Bilmirəm də hansı vlogda olacaq. Kələm dolması büktüyümü izləmişsiniz. Kələm dolması da var. Və dedim, yeni yemək olaraq da toyuq da bişirim. Bu kənd toyuğu Rauf almışdı. Qaynım gətirdi, bundan bir qədər, baldızımın oğlu gətirdi, bundan bir qədər balacadır. Dedim, balacadır da. Rauf aldığından birini çıxartdım, belə qoydum suya ki, açılsın. Yəni, bunu da bişirim, qoy çeşid olsun da, bir dənə yemək olmasın, çeşid olsun. Hə, belə əzizlərim. Başqa nə deyim, indi baldızım getmək istəyirlər Akstafaya. Amma qaynanam istəyir. Dünən bir qısa çəkiliş etdim. Dünən baldızım gildə idi axşam. Burada Bakıda olan baldızım gildə. Hə, qaynanam indi gedib onlara da biraz qalmaq istəyir. Amma Akstafadan gələn baldızlarım, bilmirəm, indi bugün məncə olmaz, sabah yəqin ki, dönmək istəyirlər də. Evlərinə Akstafaya dönmək istəyirlər. Hə, danışırdılar, o baldızım deyirsə yanıma gəl. Biz də deyirik ki, sən bura gəl, bizə gəl. Bizdən buradan stansiya yaxındır da. Qatar yolu, dəmir yolu bizə yaxındır. Hə, bəlkə baldızım, o bir baldızım da bizə gəldi. Onun da burada qızı da var, oğlu da var, nəvələri var. Buraxmırlar, onu çox istəyirlər də. Hamısı istəyir ki, evlərində qalsın da nənələri. Hə, indi bilmirəm necə olacaq. Yəni, baldızlarım getmək istəyirlər. Baldızımın oğlu da həkimə getdi, onu da deyim. Həkim yoxlanışını etdi. Ona dedi ki, bir aydan sonra yenə gələrsən. O elə dünən qayıtdı. Qalmadı dünən, o getdi. Elə həkimdən yoxlandı, gün orta saatlarında getdi. Biz isə dünənləri üzr yerinə getdik. 40 mərasimimiz idi.
Oradan da eve gəldik. Gün orta saatlarını gördüm. Qaynanam yatdı, baldızım yatdı. Mənim də elə bir işim olmadı. Düşündüm ki, yemək var. Mən də bu son vaxtlar üstünüzə 1000 kərə, milyon kərə sağlıq. Yenə sağlığımda problemlər var. Belə deyib də sizi yormaq da istəmirəm. Allah hər birinizə can sağlığı versin, əzizlərim. Amma realdır, real həyatımdan danışıramsa, nə gizləniləsi bir aybılı bir şey də deyil ki, yəni həyatda olandır. Hər şey insan üçündür. Xanımlar, xəstəlik də, nə bilim, boşanma da, nə bilim, hər şey insan üçündür. Başımıza gələ bilər. Yetər ki, biz özümüz vicdanən rahat olaq, düzgün olaq da, yalan danışmayaq, gerçəkləri deyək. Son vaxtlar yenə mən sağlığımda narahatçılıq oldu deyə elə dünən onlar da yatdı, mən də yatdım. Bir də Rafişdən gəldi ki, sevincdir, Aytaç bizi gözləyir. Aytaç da baldızım girdi, baldızımın qızıdır. Dur gedək. Əslində getmək istəmirəm, prosto mən başım qarışsın deyə mən məcbur Rafi ilə dedi, gedək evdə qalma, çünki hamımız gedirik, sən qalma. Axşam da baldızım gilə getdik. Gecə saat 11-də evə qayıtdıq, gəldik. Belə xanımlar. Belə küləklidir. Göyərçinlərimə baxın. Ay Allah. O günləri kim idi bizdə? Qaynam idi, yox. Baldızımın oğlu dedi ki, bu quşun adı başqadır, o yanda yatan quşun adı başqadır. Yəni bu göyərçindir, ona bilmirəm nə dedi adını, bir başqa cür dedi. Həndə xanıma həyətə çıxdım, paltarı sərdim. Dedim, yox, qoy həyətə süpürüm, külək nə günə qoyubdu. Həyətə süpürüm, sonra yemək pişirərəm də, yəni dolmamız var, gün ortaya dolmamı sidərəm. Ondan sonra da bir xörəyə pişirərəm. Çünki həyat bərbaddır, külək buralar nə günə qoyub, tozdur bura. Bütün tozdur bura, ayaq qoymaq, sonra da evə keçmək olmur. Qoy birinci həyətə süpürüm, təmiz. Sonra da yeməyimizi eləyərik. Süpürgən də elə bir quşlar eşirlər. Baxın, görürsünüz bir tərdir. Qopardır, çöp eləyirlər, neynirlər, yuvalarını aparırlar. Süpürgə də eşimdir. Bir yandan bir şeylər məni bezdirir, bir yandan quşlar. Həyətə çıxırsan, həyəti nə gündür, həyətdə bir aləm iş. Baxın, belə görsün yarpaqlarını, buraları süpürüm, telefonu söndürüm, tez həyəti süpürüm, sonra keçərəm evə. Bir də ramaşkalara yenə baxaq, hər gün sizə ramaşkalarımı çəkirəm. Da mənim ramaşkalarım, gözəllərim. Bacə su gətirib bura töküb, mən burada tökmürdüm içinə pişiklərə. Demişdim qapıdan şöyle tökün, yenə gətirib töküb. Gözəl ramaşkalarım. Nə yaxşı ki, siz belə gözəlsiz. Nə qəşəngsiniz. Görün nə qədərdilər, görürsünüz. Gedib süpürüm. Xanımlar, belə toyuğu təmizlədim, yudum, doğradım, soğanını da əlavə etdim. Yağı az idi elə bil bunun. Həm də ki, bunun dərləri çox yer özü qopurdu, deyə qopartdım. Sinə hissəsindən dərini, bu diblərinin dərisini qopartdım. Yağı çıxardanda deyirəm, bu nə qazandı, bunda nədir? Dünən də süd gətirilmişdi baldızım, dünən yox da sıra gün. Biri yarımçıq idi, çox dolu deyildi butulka. Onu pişirmişəm. Bu da süddür. Baxın, belə südlər ola bizim evdə mağazin südü də alınır. Belə, indi bunlar qovrulsunlar xanımlar. Tam qızarandan sonra qızarmağa yaxın həmişə kartoşkasını da əlavə edirəm. Kartoşka ilə də biraz qızarır. Sonra da su tökəcəm, pişəcəklər. Belə, kərə yağı da əlavə etdim, ərinmiş yağ. Beşə soğanla qızarsın. Kartoşkasını da yudum doğradım.
Belə baxanda çoxdur, amma mənim uşaqlarım əsasən Nuray ət xörəklərin içindən yalnız kartof qoyur, suyunu qoyur, əzir, püre kimi eləyir, yeyir. Nuray kartof yeyir ancaq. Əti məcbur yedizdirirəm də yemir. Demək olar ki, yemir. Didirəm əlimlə, deyirəm, bax dedim özüm verim, didirəm, biraz qoyuram, bir-iki dəfə alır, elə belə yeyir. Belə qablarımı da yuyum xanımlar. Bu yemək də pişsin. O yanda da çörək ıslatmışam, onları da açım, qatlayım, yığım. Belə, bu da bu günə bişirəcəyim yeni yemək. Bunu da qoyum soyuducuya. Bundan da nə vaxtsa səhər qaşa bişirmək olar. Nə vaxtsa deyəndə sabah eləmək olar. Süd düdüyü bişirmək olar. Yeməyim pişirir belə. Hələ qaynana baldız yatırlar. Mən yeməyi də pişirdim, çörək istədim, nəyti də süpürdüm. Xilafət bacım gəlib. Şirniyyat gətirib Sevinç bacıdan. Siz də şirniyyatlıq deyir mənimki. Payın çox olsun Aygül, ağzın şirin olsun. Elə təzqimi ölçdüm, bayaq 170 idi, sonra ölçdüm 160. İndi 160. Sağ ol. Gəl Şimalə, gəl, xoş gəlirsən, gəl. Oyundur.
Qızlar, axşam təmizliyimi də etdim. İzlədiyiniz kimi mən təmizliyimi, qablarımı yumaq istəyirdim və qonaqlarım gəldi. Qonaqlarımız deyəndə bugün Rafiki qardaşları hamısı toydaydılar. Gəldilər bizə. Sonra qonşuluqda burada Eltim var. Rafın əmisi oğlunun yoldaşı. Şimalə bacım da gəldi. Baldızımı görməyə, qaynanamı görməyə yenə həmişəki kimi qonaqlı axşamlardan biri oldu. Nəhayət ki, buraları da yudum, təmizlədim. Qablar da dursun, qoy suyu çəkilsin. Burada da 2 dənə gözəl oturub, ikisini də çəkəcəm. Yox, ha kişi çəkəcəm ikimizi də. Aynen. Yox, keşə. Rauf sənlə düşmək istəyir. Rauf həvəskarıdır, nənə. Rauf həmişə mənə deyir, Sevinç, hardasan? Əlim boşdur, gəl çək. Əlim boşdur, gəl çək. Rauf sənlə çəkilmək istəyir də, nənə, neyniyim? Yaxşı eləyirsən elə. Əsas anam. Kraliçamızsan da çəkməyək. Bax belə. O bir kraliça hara getdi? O kraliçə getdi yatmağa. O kraliça deyir ki, nədirsə mən bura gələndə məni necə yoxu tutur. Daha yaxşı sinirləri insan. Hə, belə bugünkü axşamımız da belə keçdi. Belə gözəl nənəm, hə. Canım, nə alayım? Hiç ne? Nə? Nə tə... Ne Soyuq su verim mi? Azalır, duzdulaşır. Çimənim gözəlim. Annem. Belə dərmanlar da sırı ilə düzülüb, təzyiqi, hər bir şeyimiz düzülüb. Apteka. Apteka. Oy nənəcikə belə. Gözəl anam, gözəl. Gözəl də gözəl. Saat 12-nin yarısıdır. Dünə saat 1-2 yatanda. Hə, gec yatırıq, hə. Oturmadılar, niyə tez getdilər? Ne bileyim sabah Cavad bəyəndi doğamı deyir, əsl dadı, qatılığı, göyərtisi. Hə. Çörək nə idi özdə, hə. Yuxa ilə, yuxa verdim. Babat mı? Hə. Oğuz kaçtı gitti. Safetka bizim uşaqların əlində bir həftəlikdir. Əsas da Cəsurun əlində bu bir həftəlikdir. Hələ ki, qoyun bura. Sabah yerləşdirərəm. Safetkamız bitmişdi. Bir nənə Nadiyalı. Buralara əl gəzdireyim qızlar. Saat 12'ye qalıbdı. Belə işlər konfet qabında doldurum. Burada biraz yuxa qalıb. Qoyum soyuduca. Hə, qızlar xarab olmasın. Nədir, gəl. Xoş gəlirsən. Narahat olma. Heç narahat olma. Xaladenikə də son vaxt nətər gəldi. Yığıram. Hiç bilmirəm. Nurayın maskaları baş alıb gedir. Sənin qızının qırışları var. Ana qurban. Hər toydan bir dəvətnamə. Maşallah, həmişə elimiz dobamızda toylar olsun. Həmişə toylar olsun, xeyir işlər olsun. Və hələlik əzizlərim, öpdüm hər birinizi. Mən buranı aparım, çırpım, gəlim. Belə bunları götürək buradan. Salam xanımlar, yeni bir gündən hər birinizi salamlayıram. Evimizə xoş gəldiniz, yeni vlogumuza xoş gəldiniz. Necəsiz əzizlərim? Həmişə yaxşı olasınız. Bizlər də soruşsanız, əlhəmdülillah, şükürlər olsun, yaxşıyıq. Burada Nuray üçün səhər yeməyi hazırladım. İndi dərsdən qoparda bilmirəm ki, deyirəm, gəl hazırdır, yumurtan soyuyur, gəl ye. Glazok istədi məndən, dedim, amma 2 dənəsi bəsdir. Elə 2 dənə yumurtanı pişirdim, pomidor xiyarı da çörəyidir. Və burada axşam yuduğum qablardır. İndi bunları yerləşdirəcəm. Stəkanlarım yığıldı. Yeməkdən öncə dərmanımı içdim. Bu Nurayla tavası və südü çıxartdım. Belə süd var idi. Bu 2 litrli butulkaydı. Dolmamışdı. Ağzına qədər dolmamışdı. Yəni, onu pişirdim gələn günü. Elə gələn kimi pişirdim. İndi bundan da süd düdüyü hazırlayaram kaşa kimi. Səhər yeməyini hamı yeyər xanımlar. Qaynanəm də, baldızım da hələ yatırlar.
Mən də kaşa hazırlayacağım. İndi Nuray gəlsin, yesin. Mən bu qabları yerləşdirim. Ondan sonra rahat-rahat yeməyimi hazırlayıram. Mən qarışıqlıq olanda iş görə bilmirəm. İstəyirəm hər yeri təmizləyim. Sonra işimi görüm. Hansı işi görəcəyəmsə. Görürsünüz, bax belə qalır, suyu çəkilir. Onları silməyə ehtiyac olmur. Bir dənə aşağıda qalan belki qaşıqlarda falan su olur. Onları da quruluram, yaram. Belə. Günümüz xeyirli, uğurlu başlasın əzizlərim hər birimiz üçün. Düzdür, siz mənim paylaşımlarımı axşam saatlarında izləyirsiniz, amma yenə gün olaraq bizim üçün belə bir yeni gün başlayır. Yadacaq. Dün də havayını da çəkim sizə. Baxın, havada belə. Yağışlı havada. Çəkirmi telefon qaranlıqdır, yoxsa mənim gözüm qaranlıq görür. Zərətqası ölür telefonu. Bəlkə çəkilişdə tünd olacaq, bilmirəm. Zərətqam öldü. Gidip telefonu qoyum zərətqaya. Neyim, yenə maşını qoşdum. Bizdə bütün günü maşın işləyir. Bütün günü. Xanımlar, deməli nə pişirdim mən? Səhər yeməyinə istəmədilər, süd düdüyün dedilər, tələsməklə sevincilər. Evdə hər şey var, qaymaqdır, yağ, pendir, qanaq etdim. Belə bir səhər yeməyi oldu. Bunda içində belə qaralar var, bunlar bilirsiniz nədir? Mən birinci o qırmızı şirəli qazanda dedim pişirim. Pişirdikcə gördüm ki, belə qarışdıranda bunlar çıxırlar. Götürdüm, təzdən bu qazana tökdüm. Baxın, bu qazanın dibi qaldıqca içində pişdikcə yanmağa başlayır da. Baxın, belə qoydum pistansın. Belə qara-qara vəbşim çıxmadı indi. Yanmağa başlayırdı. Həm yanıq dadı dedim verməsin, həm də belə qarışdıqca çıxırdı da elə bir rəngləri. Görürsünüz, bax, yenə bax. Düzdür, pis deyil, südün öz qızarmışdı, amma yenə də görüntü olaraq. Və südlü etmədim, vermiş eldən etdim. Duz vurdum. Nuray, pisok vurmamışam mən yəni bu yeməyə. Bişirdim, yalnız duz vurdum. Bir də kərə yağı yenə əlavə etdim. Amma südün özü də yağlı süd idi. Biraz su da əlavə etdim. Sliviçli yağı da əlavə etdim. İndi Nuray qoyum yesin, Nuray kursa gedir indi. Onun səsini aşağı elə. Pisok əlavə eləmək istəyirsənmi Nuray? Amma əlavə eləsən, bax, körlasan, bax, özün yiyir, qalmasın, mən yemərəm. Heyf eləməklə. Mən pisokla istəmirəm bunu. Baldızlarım bugün gedirlər, o bir baldızım da gedir. O yəqin ki 28-dən oturar qatara. Biz də buradan baldızımı saat 5'ə 5'ə mi 6'ya mı çatdırmalıyıq bura Biləcəri stansiyasına. Bunları yuyum, təmizləyim, həll eləyim də onu çəkməyəcəm və sobaya qoyum bişsin. Düzü deyirlər, heç nə lazım deyil. Saat da qısadır da, yəni yolda yemək yeyilmirəm. Amma yenə ki, həmişəki kimi, yəni mən yemək qoymasam olmur da. Belə bunları da həll eləyim. Yollarına da yemək hazırlayım, belə. Bu da yuyulsun burada. Belə xanımlar, mən qablarımı yuyum və başlayayım bunları həll etməyə. Bilirsən? Hə, xanımlar, 2 dənə toyuğu belə hazırladım, baxın. Yəni həmişəki kimi duz istiyor, qırmızı şirin istiyor və palçıq turş əlavə etdim. Sobanı da qoşdum. İndi yağını əlavə edim, qoyum bişməyə və gedim həyətdən kartoşka da gətirim. İstəyirəm bir 4 dənə, 5 dənə kartoşka da gətirim, soyum, yuyum, doğrum, dilimliyim. Onlar da bunları əlavə etdiyim ədviyyatlardan əlavə edim, qarışdırım, yağlayım. Bu boş yerlərinə qoyum ki, qoy öyle yağında onlar da pişsinlər. Gəl səni əlavəyə qoyum. Bakın belə fırladanda əksinə gedir. Şükür gəldi. İndi əlavə yaxalasın bu. Ben buna doğru yağ əlavə edeyim, qoyum bunu sobaya, gedim kartoşka gətirim.
Yarın qorxusu yoxdur. Onsuz da kartoşka da koyacağım. Kartoşka da pişəcək içində. Bəh, belə. Sırası da silirəm ki, buralarından süzülməsin. Onu qoyaq sobaya, xanımlar. Aha, bunu qoyaq sobaya. Gəlin, krasavitsava, gedim bir qaldı kartoşka gətirim. Belə xanımlar, kartoşka da soydum. Eyni ədviyyatlardan da əlavə etdim, qarışdırdım. Oldu belə bir qəşəng yemək. İndi taxtanın üzərindədir. İndi bunu yenə sobaya qoyum, pişsin. Tam 1 saata hazır olar. Göz haqqınızı halal edin əzizlərim. Allah hər birinizin ruzinizi bol etsin. Yeməyimiz pişdi. Sobanı söndürmək istəyirəm. Dedim, qoy söndürüm, sizə də belə çəkim. Yazık zamanlarla. Yemeğe çekme. İndi balızımgili yola salırıq xanımlar. Rauf krasovka gətirib. Bunu Nuray üçün gətirib. Yəni şəkillər atmışdı bizə. Nuray bunu seçdi, amma məncə bu Nuraya balaca olar. Məncə bu Nuraya balaca olar. İndi gəlsin Bahar və mənə. Mənim də bundan xoşum gəldi. Kuklukdan çıxardım. Hə, baxın belə. Mən bunu seçdim. Dedim ki, həm Nuraya, həm mənə. O da Nuray istəmədi. Nuray ağ istədi. Nədir? Burada N yazılıb. Həm də belə yay üçündür belə. Nuray bunu istədi. Mən də bunu istədim. Düzdür, heç giyinib baxmamışam. İndi qaynım da bizdədir. Hə, indi balızımı ilə aparaq, yola salaq, gələk. Belə. Sonra gəlib baxaram. Elə deyirəm, mənimki də mənə balaca olar. Mənə elə gəlir. Görürəm nə yazılıb arxasına. Görürəm, 39 yazılıb, yox, olar. Bax, belə. Nurayın krasovkası mənim krasovkası. Atan gətirdi də. Balaca da böyle bir Nuraya. Geçecekti mi balacadır? Belə yemək yesinlər, çay içsinlər, duraq gedək. Bax. New Balance var geçenler. Geçecekti. Mən də ondan götürüm yoxsa? O geçen götür. Mən solidni istədim də, mənim yaşım çoxdur axı. New Balance da ayak. Cəsur, mənə yaraşmaz axı elə. Ondan deyir də.
Bu yaxşı deyil. Stil mi? Stil bu da mənim stilimdir, подумаешь. Умный какой. Allah onu istəmirəm. Get buradan cəsur. Bu cavanlar üçündür də. Mənim yaşım 40-ı keçib. Çatdıq. Bibimiz gedir. Bizə sağ ol elə. Mənim izləyicilərimə sağ ol elə. Sağ ol elə. Bu öskürək səni yordu. Öskürəyin mübarək olması dedim. Bir çarə qılan bunu. Qızımı da yola saldıq, gəldik. Bu, mən yeyə biləcəyim almadır. Aynı, yumşaq alma aldım. Limon da biri 70 qəpik. Daşdır, heç neydə yoxdur. Hə, qəpikləndir. Kilo, Rəf, niyə kilo ilə vermirlər? Bunu dəminə satırlar. Yox, iyi şeydir. Nuraya süd, Nuray tapşırıq verib, ata mənə süd. Bax, evdəki südlərə bax, nənə. Nurayın tapşırığı süd. Bunu da sən xoşlayırsan, deyim, götürdük, dadaq. Sport piçenya. Bunu da cəsurla Nuraya. Şokoladdır, nədir? Südlə içir, Nuray onu çox istəyir bunu. Südü onu çox istəyir. Baxarıq, nənə, oxuyarıq, sənə resept ver, oxuyarıq. Bunları da uşaqlara. Burada da yuyucu şeylərdir. Bu görün bu nədir? Burada oğlan var, bizə qonşudur. Kərvanda işləyir, ona deyib bəzi şeylər aldırıb. Bu slipi kimidir, hə, Raf? Yəni adı başqadır. Neçədir görəsən ay Raf? Doğrudan bizə 3 manat. Mən görürəm. Telefonla görmək istəyirəm, görə bilmirəm. Bir ədəd budur da. Görmədim içinə mən. Полотенце для чистой поверхности. Для чистки поверхности. Oxuyarıq indi mənə. Bunlar da nətər sabunlardır, əl üst sabunları. Çıxartmıram bunları stola. Yaxşı, gedin, sizinlə də gəç görək. Hansı yapmışlar, ondan çox. Bu da sabunlar. Mən belə sabun demirdim sənə. Gel, şampun Gün kimi. qalaraqda, burada indi bir də. Həm elə şampunumuz da azalıb, qap şampunu qutardı. Nənə gördü, nə var idi, gətirdim, tökdüm, bura ucu qutardı. 5 litri feyl olurdu, feyl gəlmir. Bunları yığışdıraq, nənənin kağızlarına baxaq.